Gördüğünüz, eşittiğiniz her şeye inanabilirsiniz mi? Düşünün, bir video tamamıyla sahte olsa da realdan seçilmeseydi. 1 və 0'a xoş gəlmisiniz. Bugün çox aktual bir mövzuya toxunacağıq. Süni intellektlə yaradılan, amma getdikcə daha real görünən o saxta videolar var ha, deepfake'lər. Bax, onların bizim həyatımıza, cəmiyyətimizə təsirlərini araşdıracağıq. Bəli, bugün əsasən akademik tədqiqatlara, ekspert rəylərinə əsaslanacağıq. Məqsədimiz də sizin üçün bu həqiqətən də mürəkkəb mövzunun əsas tərəflərini, belə deyək, aydınlaşdırmaqdır. Gəlin əvvəlcə başlayaq ki, bu deepfake nə deməkdir? Çox eşidirik bu sözü. Bu, əslində, süni intellektin bir qolu olan dərin öyrənmə texnologiyası ilə bağlıdır. Xüsusi algoritmlər, proqramlar vasitəsilə elə video və ya audio məzmun yaradılır ki, çox real görünür, amma əslində, yəni mövcud deyil. Başqa sözlə, həqiqətlə uydurma arasındakı sərhəddi getdikcə bulanıqlaşdırır, eləmi? Tamamilə. Çox dəqiq ifadə etdiniz. Həqiqətlə uydurma sərhəddi. Bəli. Amma yəqin ki, hər şeydə olduğu kimi, bunun da iki yüzü var. Yəni, təkcə mənfi tərəfləri yoxdur, deyilmi? Mənbələrdə deyəsən müsbət tətbiqlər də qeyd olunur. Əlbəttə, əlbəttə. Məsələn, əyləncə sektoru, filmlərdə vizual effektlər üçün çox istifadə olunur. Təsəvvür edin, cavanlaşdırma ya da olmayan bir personajı yaratmaq. Hə, ya da təhsildə, bəlkə tarixi şəxsiyyətləri canlandırmaq üçün. Bəli, potensialı böyükdür. Reklamda da maraqlı istifadələri var. Məsələn, virtual olaraq paltar geyinib baxmaq kimi yenilikçi imkanlar çoxdur. Ancaq bizim bugünkü müzakirəmiz daha çox narahatlıq doğuran tərəflərə fokuslanacaq deyəsən. Mənbələr əsasən risklərdən danışır. Düzdür. Çünki potensial faydaları olsa da, yaratdığı təhlükələr, xüsusilə də cəmiyyət üçün daha fundamental görünür. Və bu təhlükələrin başında deyəsən ən əsası dayanır. İnamın itirilməsi. Bu nə deməkdir tam olaraq? Baxın, bu bəlkə də ən dərin problemdir. Biz gündəlik həyatda məlumatı əsasən gördüklərimizə və eşitdiklərimizə əsasən qəbul edirik, düzdürmü? Bəli, əlbəttə. İndi təsəvvür edin ki, artıq gördüyünüz bir videonun ya və eşitdiyiniz bir səsin həqiqi olduğuna əmin ola bilmirsiniz. Bu, fundamental şübhə yaradır. Bu şübhə hara aparır bəs? Yəni, nəticəsi nə olur? Nəticəsi odur ki, mediaya olan inam azalır, rəsmi qurumların açıqlamalarına şübhə ilə yanaşırıq, hətta, belə deyək, adi insanlar olaraq bir-birimizə göndərdiyimiz məzmuna belə tam etibar edə bilmirik. Mənbələrdə qeyd olunan bir sorğu var, Banqladeşdə keçirilib. Orada iştirakçıların demək olar ki, 92%, daha dəqiq 91,8% bu deepfake texnologiyasının öz yaşadıkları cəmiyyəti, icmanı yanılda biləcəyindən narahatdır. 92% bu çox böyük rəqəmdir. Demək olar, hər kəs narahatdır. Bəli, bu narahatlığın nə qədər geniş yayıldığını göstərir. Ümumi bir güvənsizlik mühiti formalaşır. Bu ümumi inamsızlıq bir yana, daha konkret, fərdi səviyyədə hansı risklər var? Yəni, birbaşa insana necə zərər verə bilər? Konkret risklər də çox ciddidir. Ən çox qabardılan məsələ dezinformasiyadır. Yəni, saxta xəbərlərin kütləvi şəkildə yayılmasıdır. Siyasi manipulyasiyalar, seçkilərə təsir cəhdləri... Başa düşüləndir. Bundan başqa cinayət aləmi üçün də yeni imkanlar açır. Məsələn, fırıldaqçılıq. Kiminsə səsini və ya görüntüsünü saxtalaşdırıb, yaxınlarından pul istəmək. Dəhşətlidir. Şəxsiyyət oğurluğu, şantaj, məşhur insanların və ya hətta adi vətəndaşların adından saxta videolar hazırlayıb, onları rüsvay etmək, şantaj etmək potensialı var. O bayaqki sorğuda deyəsən insanların birbaşa zərər gördüyü də qeyd olunmuşdu. Bəli, bəli. İştirakçıların təxminən 72% deyir ki, artıq deepfake məzmununa qarşılaşıb. Və daha pisi, təxminən 18%, yəni hər 5 nəfərdən biri bu cür məzmunun onlara birbaşa zərər vurduğunu bildirib. Əsasən də emosional zərər. Emosional zərər, yəni stres, narahatlıq, aldadılma hissi kimi. Tam olaraq. Reputasiyanın ləkələnməsi, insanlar arasında münasibətlərin pozulması, bunlar hamısı ciddi emosional travmalara səbəb ola bilər. Bəs yaxşı, bu qədər real görünən saxta videoları, səsləri necə ayırd etmək olar? Mən adi bir internet istifadəçisi olaraq və ya siz, dinləyicimiz, bunu necə bacara bilərsiniz? Bu mümkündür ümumiyyətlə? Bax, bu işin ən çətin tərəflərindən biridir və mənbələr də bunu xüsusi vurğuluyur. Texnologiya o qədər sürətli inkişaf edir ki, saxtakarlıqları aşkar etmək getdikcə çətinləşir. Həmin o Banqladeş sorğusu yenə yada düşür.
İnsanların çoxu özlərinin və ya yaxınlarının bu cür saxta məzmunu ayırd etmə bacarığına çox da güvənmir. Nə qədər güvənmir? Rəqəmlər var idi deyəsən. Var. Təxminən 4% deyir ki, mən ümumiyyətlə bacaramaram. 16% isə deyir ki, çox az güvənirəm özümə bu məsələdə. Yəni, ümumilikdə əhalinin böyük hissəsində bir əminsizlik var. Bu əminsizliyi daha da artıran bir məqam da var deyəsən mənbələrdə. İnsanların onlayn məlumatı yoxlama vərdişi. Bəli, çox vacib məqamdır. Respondentlərin təxminən 22%, yəni 5də birindən çoxu, etiraf edir ki, onlayn gördüyü məlumatı yoxlamaq kimi bir vərdişi yoxdur. Sadəcə görür və inanır, ya da paylaşır. Bu, təbii ki, problemi daha da dərinləşdirir. Xüsusilə də, bəlkə də internetə çıxışın, rəqəmsal savadlılığın daha aşağı olduğu yerlərdə. Tamamilə doğrudur. Resursların məhdud olduğu mühitlərdə insanlar həm texniki vasitələrdən məhrum olur, həm də məlumatı yoxlama vərdişləri zəif ola bilir. Bu da onları daha həssas hədəfə çevirir. Belə bir vəziyyətdə çıxış yolu nədədir? Nə etmək olar? Maraqlıdır, bəlkə elə problemin mənbəyi olan süni intellektin özü həllin bir hissəsi ola bilər? Bu çox məntiqli sualdır və cavab bəllidir. Bəli, süni intellekt həm də aşkarlama üçün bir vasitədir. İronik səslənsə də belədir. Artıq xüsusi alqoritmlər hazırlanır ki, onlar videolardakı çox incə, insan gözünün tuta bilməyəcəyi qüsurlar axtarır. Nə kimi qüsurları məsələn? Məsələn, üz ifadələrində qeyri-təbiilik, göz qırpma tezliyində anormallıqlar, bəzən deepfake videolarda insanlar ya çox az, ya da çox qəribə şəkildə göz qırpır. Səs ilə dodaq hərəkətləri arasında xırda uyğunsuzluqlar, videonun fonunda qəribə detallar, işıqlanma səhvləri. Bütün bunları analiz edən alqoritmlər var. Mənbələrdə konkret adlar çəkilirdi deyəsən, Gunnalyzer, Microsoft Video Authenticator. Bəli, bunlar mövcud alətlərdən bəziləridir. Həmçinin videonun öz faylındakı gizli məlumatlar, metadata dediyimiz şey analiz edilə bilər və ya videoya xüsusi, görünməz, rəqəmsal su nişanları əlavə etmək kimi üsullar da var ki, onun saxta olub-olmadığını göstərsin. Bu texnoloji həllər ümidverici səslənir. Amma bir məqam da var ki, mənbələr onu texnoloji silahlanma yarışı adlandırır. Yəni, aşkarlanma alətləri inkişaf etdikcə, saxtakarlıq texnologiyaları da təkmilləşir. Bu yarışda kim öndədir? Bu alətlər real həyatda nə qədər effektivdir? Çox yerində bir sözdür. Bu, həqiqətən də bir yarışdır və heç kim dəqiq deyə bilməz ki, kim həmişə bir addım öndə olacaq. Bugün effektiv olan bir aşkarlama metodu sabah artıq köhnəlmiş ola bilər. Ona görə də demək lazımdır ki, texnologiya tək başına bu problemi həll edə bilməz. Bu, sadəcə həllin bir hissəsidir. Bəs digər hissələr nələrdir? Texnologiya yetmirsə, başqa nəyə ümid edə bilərik? Qanunlar, məsələn? Bəli, qanunvericilik çox vacibdir. Mənbələrdəki hüquqi analizlər göstərir ki, bizim mövcud qanunlarımız, məsələn, müəllif hüquqları ilə bağlı qanunlar, şəxsi məxfiliyə aid qanunlar, deepfake-lərin yaratdığı bu yeni və spesifik problemləri tam əhatə etmək üçün, belə deyək, yetərli deyil. Yəni boşluqlar var. Çoxlu boşluqlar var. Buna görə də yeni, daha çevik, bu texnologiyanın sürətinə uyğunlaşa bilən hüquqi çərçivələrə ehtiyac var. Platformalarını, yəni sosial media şirkətlərinin məsuliyyətini artıran qaydalar lazımdır. Onlar öz platformalarında yayılan məzmuna görə daha çox məsuliyyət daşımalıdırlar. Beynəlxalq əməkdaşlıq da vacibdir yəqin ki. Bu qlobal problemdir axı. Mütləq. Bu sərhəd tanımayan bir problemdir. Ona görə də ölkələr arasında əməkdaşlıq, vahid standartların müəyyən edilməsi çox önəmlidir. Avropa Birliyinin süni intellekt aktı kimi təşəbbüslər var. O nədir tam olaraq? Bu akt, məsələn, tələb edir ki, süni intellekt tərəfindən yaradılmış və ya manipulyasiya edilmiş məzmun aydın şəkildə etiketlənsin. Yəni, siz baxanda biləsiniz ki, bu məzmun həqiqi deyil, süni intellekt məhsuludur. Bu, şəffaflıq yaratmaq üçün bir addımdır. Texnologiya qanunlar, bunlar vacibdir. Amma bayaq danışdığımız o 22% var idi, məlumat yoxlamayanlar və insanların öz bacarığına güvənməməsi məsələsi. Bütün bunlar göstərir ki, bəlkə də ən güclü müdafiə xətti elə bizik, istifadəçilər, yəni rəqəmsal savadlılıq. Tamamilə qatılıram. Bu, bəlkə də bütün həll yolları arasında ən fundamental, ən dayanıqlı və ən uzun müddətli olanıdır. Necə artırmaq olar bu savadlılığı? Hər bir istifadəçinin, yəni sizin kimi hər kəsin tənqidi düşünmə bacarığını inkişaf etdirməsi lazımdır.
İnternetdə qarşınıza çıxan hər bir məlumata dərhal inanmaq əvəzinə bir anlıq durub düşünmək. Bu mənbə etibarlıdırmı? Bu xəbər başqa harada var? Bu, həddindən artıq qəribə və ya emosional səslənmirmi? Yəni, məlumatı yoxlama vərdişi. Bəli, müxtəlif mənbələrdən yoxlamaq, çarpaz yoxlama etmək çox vacibdir. Məktəblərdə, universitetlərdə, hətta iş yerlərində media savadlılığı təlimləri keçirilməlidir. İctimai maarifləndirmə kampaniyaları aparılmalıdır. O Bangladeş sorğusunda buna münasibət necə idi? İnsanlar maarifləndirməni vacib sayırdımı? Çox maraqlıdır ki, bəli, respondentlərin təxminən 69%, daha dəqiq 68,5%-i texnoloji vasitələrlə yanaşı məhz ictimai maarifləndirmənin və təhsilin də bu problemlə mübarizədə çox effektiv olacağını düşünüb. Yəni, insanlar özləri də anlayır ki, təkcə texnologiyaya güvənmək olmaz. Özümüz də daha bilikli, daha ayıq olmalıyıq. Bir də bütün bu prosesdə etik məsuliyyət məsələsi var. Texnologiyanı yaradanlar, onu platformalarında yayanlar, onların rolu nədir? Çox vacib bir məqama toxundunuz. Əlbəttə, texnologiyanı inkişaf etdirən şirkətlərin, mühəndislərin, tədqiqatçıların böyük məsuliyyəti var. Onlar bu texnologiyanın potensial zərərlərini nəzərə almalı, etik qaydalar çərçivəsində çalışmalılar. Eyni zamanda bu məzmunun yayıldığı platformalar, sosial media şəbəkələri, video paylaşım saytları, onların da çox ciddi etik məsuliyyəti var. Onlar sui-istifadənin qarşısını almaq üçün effektiv mexanizmlər qurmalı, şəffaflığı təmin etməli, zərərli məzmunu sürətlə aşkar edib silməlidirlər. Yəni, bu təkcə istifadəçinin və ya dövlətin işi deyil, bütün tərəflərin birgə məsuliyyətidir. Deməli, ümumiləşdirsək, deepfake texnologiyası özlüyündə neytral bir alətdir, amma çox güclüdür. Həm böyük faydalar verə bilər, həm də, gördüyümüz kimi, çox ciddi təhlükələr yaradır. Bəli, əsas risklər cəmiyyətdəki o fundamental inamın sarsılması və dezinformasiyanın, yalanın çox asanlıqla kütləvi şəkildə yayılmasıdır. Və buna qarşı tək bir möcüzəvi həll yoxdur. Mübarizə kompleks yanaşma tələb edir. Texnologiyanın özünü aşkarlamaq üçün istifadə etmək, qanunvericiliyi təkmilləşdirmək, hamımızın rəqəmsal savadlılığını artırmaq və bütün prosesdə etik prinsiplərə riayət etmək. Tamamilə razıyam. Və dinləyicimiz sizin üçün əsas mesaj bəlkə də budur. Rəqəmsal dünyada getdikcə daha ayıq-sayıq olmaq lazımdır. Qarşılaşdığımız hər məzmuna, xüsusən də sizdə güclü emosiyalar oyadan və ya həddən artıq inanılmaz görünən şeylərə biraz şübhə ilə, tənqidi yanaşmaq artıq bir zərurətə çevrilir. Bütün bu texniki, hüquqi, sosial müzakirələrdən sonra bəlkə də sizin üzərində düşünməyiniz üçün daha dərin, daha fəlsəfi bir sual da qalır ortada. Təsəvvür edin, süni intellektin hər birimiz üçün fərdi, bizim maraqlarımıza uyğunlaşdırılmış reallıqlar yaratdığı bir gələcək. Belə bir dünyada bizim hamımızın ortaq hesab etdiyi, paylaşdığı o ortaq reallıq anlayışı nə olacaq? Necə dəyişəcək? Reputasiyanız gələcəkdə süni intellekt tərəfindən necə formalaşdırıla bilər? Necə təmsil oluna ya da bəlkə də necə təhrif edilə bilər? Və ən əsası, bütün bu prosesə sizin nə qədər nəzarətiniz olmalıdır. Bu, həqiqətən də üzərində ciddi düşünməyə dəyər bir məsələdir.